Xoş gördük. Hekayələr Aləmi kanalının dəyərli izləyiciləri. Bugün sizə həyatın içindən süzülüb gələn həm kədərli, həm də ibrətamiz bir hekayə danışacağıq. Gülnar özünü dünyanın ən xoşbəxt qadını hesab edirdi. Sevdiyi adamla qurduğu yuvanın bir gün xəyanət fotoları ilə dağılacağını ağlına belə gətirməzdi. Amma taleyin öz planları var idi. Gəlin bir ailənin dramına və bumerang kimi geri dönən ilahi ədalətin şahidi olaq. Hekayələr Aləmi təqdim edir. Gülnar özünü xoşbəxt hesab edirdi. Niyə də etməsin ki? Universiteti bitirən kimi yaxşı bir şirkətə işə düzəlmiş, sevdiyi oğlana ərə getmişdi. Ərinin öz mənzili olmadığına görə nənəsi Gənclik metrosunun yaxınlığında yerləşən 2 otaqlı mənzilini onlara verib, özü oğlunun evinə, Gülnarın otağına köçmüşdü. Düzdür, bu mənzil onlara daimi yox, müvəqqəti, ipoteka üçün ilkin ödəniş pulu yığana qədər verilmişdi. İşi saat 5-də bitsə də, yolüstü marketə girib bazarlıq etdiyi üçün evi 1 saat sonra çatırdı. Əri də demək olar ki, evə elə həmin vaxt gəlirdi. Gülnar tez-tez onun narazılığını eşidirdi. Onun 6-da gəlməyinə görə yox, ümumiyyətlə işləməsinə görə. Mənim maaşım kifayətdir ki, sən işləməyəsən. Şər qarışanda işdən gəlib ayaq üstü nəsə hazırlayırsan. Başını qoyub yatanda yorğunluqdan o dəqiqə yuxulayırsan. Otur evdə, özünə qulluq elə. Rahatçılıqla işini gör, xörəyini bişir. Mən bütün ehtiyaclarımızı ödəyə bilərəm. Qız onunla razılaşmırdı. Mən bəyəm evdar qadın olmaq üçün universitet bitirmişəm. Əgər işimi buraxsam, elə bilirsən sonra belə bir yerə düzələ bilərəm. Bir də ki, heç ipoteka üçün də pul yığa bilmərik. Ara-sıra baş verən bu söhbətlərdən savayı, onu narahat edən bir səbəb yox idi. Evliliklərinin 6-cı ayında hamilə qalanda hər ikisi çox sevindi. Başlayan toksikozuna görə müalicə alsa da, hamiləliyi çox ağır keçirdi. Daim həkim nəzarətində idi, tez-tez yoxlanışa gedirdi. Hər şeydən iyrənir, yemək iyi gələndə eyvana qaçırdı. Bütün bunlara baxmayaraq işinə davam edirdi. Onun belə çətin günlərində valideynlərinin təkidinə görə hər ikisi işdən çıxanda onlara gedib axşam yeməyini yeyib, sonra öz evlərinə gəlirdilər. Hamiləliyin 6-cı ayında həkim təhlükə hiss etdiyindən stasionara göndəriş verdi. Yoxlanışdan keçəndə onu stasionarda saxlayıb, təcili yataq rejimi təyin etdilər. Düz 1 ay stasionar müalicəsi aldı. Artıq əri də onu inandırmışdı ki, evə qayıdan kimi gedib ərizə yazıb işdən çıxsın. Axırıncı 3 ayı evdə qalıb, həkimin yazdığı rejimə əməl edərsən ki, heç bir ekstraordinar hadisə baş verməsin. Gülnar öz də başa düşürdü ki, bu düzgün qərardır. Yoxsa uşağı itirə bilər. Evə gəldiyi günün səhəri öz yaşıdı və ən yaxın sirdaşı olan xalası qızını çağırmışdı ki, gəlib onu iş yerinə aparsın. İşdən çıxmaq üçün ərizə verəcəkdi. Öz maşını ilə gələn xala qızı onun işdən çıxma qərarını eşidəndə etirazını bildirdi. Sən orada 1 ildir ki işləyirsən. De görüm, bu 1 ildə məzuniyyət götürmüsən? Gülnarın yox cavabını eşidəndə öz təklifini verdi. Artıq 7-ci aya keçmisən. 1 ay məzuniyyətini götür, 7 ayın bitəndə isə qanuni dekretə çıx. 4 aylıq dekret pulu alacaqsan. 2 ay uşaq olana qədər, 2 ay da uşaqdan sonra. Sonra uşağın iç yaşı tamam olana qədər dekret məzuniyyəti götürüb evdə qala bilərsən. Bu halda iş stajın davam edəcək. Hər şey qaydasında olsa, uşağı ya bağçaya, ya da baxıcıya verib işə çıxarsan. Beləliklə sən iş yerini itirməzsən. Mən yoldaşıma söz vermişəm ki, bugün gedib ərizəmi verəcəm. Nə deyirəm, gedək. Onsuz da xəstəlik kağızını verməlisən ki, pulunu hesablasınlar. Həm də məzuniyyətinə çıxmaq üçün ərizə ver. Məzuniyyətdən sonra isə dekret üçün həkimin verdiyi sənədi aparıb verərik. Beləliklə uşaq doğulana qədər evdə olacaqsan. Xala qızı biraz fikirləşib əlavə etdi. Sən həqiqətən işdən çıxıb evdə oturmaq istəyirsən, yoxsa ərinə görə razılaşırsan? Əslində istəmirəm. Hal-hazırda uşağı itirə biləcəyimdən ehtiyat edib razılaşmışam. Amma sənin izahından sonra anladım ki, düzgün yol göstərirsən. Elə isə mənim bir planım var. Aranızda söz-söhbət olmasın deyə ərinə de ki, gedib ərizə verdin, işdən çıxıb oldun evdar xanım və keçdin onun təminatına. Baxaq görək o özünü necə aparacaq. Razısan? Gülnar bir xeyli fikirləşdi. Bəs üstü açılsa necə olar? Açılmaz. Bu bizim ikimizin sirri olacaq. Hətta valideynlərin də bilməməlidir. Xala qızları nəhayət ki razılığa gəldilər. Gülnar həkimlərinin bütün göstərişlərinə əməl edərək gözlənilən vaxtda sağlam qız uşağı həyata gətirdi.
O körpəyə qulluğa da, evin işinə də çatırdı. Hətta hər gün körpəni uşaq arabasına qoyub, evin bazarlığını edib, bir müddət həyətdə gəzdirib gəlirdi. Əri hər gün işdən gələndə onu isti yemək və həyatından razı xanımı gözləyirdi. Körpə 6 ayına çatanda ərindən xahiş etməyə başladı ki, axşamlar hərdən birgə parka gəzməyə çıxsınlar. O yorğunluğunu bəhanə edib harasa çıxmaqdan imtina edirdi. Gülnar, yəqin işdə yorulur deyə onu başa düşüb razılaşırdı. Lakin əri evə gec gəlməyə, bəzən isə gəlib dincələndən sonra müxtəlif səbəblərlə evdən gedib, gecə yarısı qaydanda narahat olmağa başladı. Öz narazılığını ona bildirəndə xoşagəlməz cavablar eşitməli olurdu. Gül kimi evdə oturmusan, işin gücün bir uşağa baxmaqdır. Mən işləyirəm, hər ehtiyacınızı ödəyirəm. Hələ gərək səninlə diz-dizə oturub uşağa baxım. Mənim də dostum, tanışım, iş yoldaşlarım var. Kiminsə toyu, kiminsə ad günü olur. Bəzən yığışıb birgə istirahət edirik. Mən gərək evdə oturub dost-tanışdan geri qalım? Uşağın 1 yaşını Gülnar hardasa evdən kənar yerdə qeyd edək deyəndə əri razı olmadı. Mənim elə dəbdəbə ilə ad günü keçirməyə imkanım yoxdur. 1-2 şey hazırlayarsan evdə qeyd edərik. Onsuz da sənin valideynlərin, xalan, nənən, bir də xala qızın gələcək. Yəni həmişə gəlib gedən adamlar. Mənimkilər rayondan gələsi deyillər. Uşağın ad günündən sonra Gülnar hamiləlik və süd dövründə nisbətən artan çəkisini salmaq üçün fəaliyyətə başladı. Dietoloq yanına gedib məsləhət də aldı. Ərinə xoşladığı yeməkləri, özünə isə dietik yeməklər hazırlayır. Evdə idmanından da qalmırdı. Uşağın 2 yaşı tamam olanda çəkisi demək olar ki, qızıllığında olan həddə çatmışdı. Artıq bütün paltarları əynində qutu kimi otururdu. Əri isə həmişəki kimi dost-tanışı ilə gəzməyində idi. Bir gün Gülnar ərinə dedi: "Teatrda təzə premyera var. Bəlkə gedək? Uşağı anamın yanında qoyaram. Mənim teatra marağım yoxdur. Elə isə konsertə gedə bilərik. 2 ildən çoxdur mədəniyyət aləmindən kənar qalmışam. Düşünürəm, mədəniyyət aləmi bundan heç nə itirməyib." deyən əri istehza ilə gülümsədi. "Ola bilər, mədəniyyət aləmi itirməsin. Amma mən itirmişəm. Nə deyirsən, gedək ya getməyək? Konsert istəyirsən aç, televizorda bax. Smart televizorun var, 200-dən çox kanal göstərir." Gülnar daha heç nə demədi. Lakin yeganə sirdaşı olan xalası qızı ilə danışıb, teatra onlayn bilet sifariş verdi. Tamaşaya 2 gün qalmış ərinə dedi: "Teatra bilet almışam. Uşağı anamın yanında qoyub, xala qızı ilə gedəcəyik." Əri sustu, heç nə demədi. Gülnar o gündən başlayaraq ayda 2-3 dəfə xalası qızı ilə müxtəlif konsertlərə, teatrlara, ədəbi görüşlərə getməyə başladı. Xüsusən xalası qızının maşını olması onun işini çox yüngülləşdirirdi. Lakin bir neçə dəfədən sonra ərinin bu gəzintilərə olan reaksiyası özünü gözlətmədi. "Mən işləyib sənə və uşağa baxıram. Amma əvəzində evə gələndə qarşıma yemək qoyan olmur. Budur sənin mənə hörmətin. Mən ayda 2-yə 3 dəfə harasa çıxıram. Hər dəfə də yemək hazırlayıb gedirəm. Evlilikdən əvvəl kirayədə yaşayırdın. Deyirdin ki, yeməyi özün hazırlayırsan. İndi ayda 2 dəfə hazır yeməyi mikrodalğalı sobada qızdırıb yeyə bilmirsən? Əgər özüm yemək qızdırasıydımsa, səni niyə alırdım ki?" Gülnar ərinə baxıb heç nə demədi. Sakitcə dönüb o biri otağa keçdi. Anasının sözləri yadına düşdü. Evlilikdə olan məişət dövrü sevgili kimi gəzib görüşdüyünüz dövrdən çox fərqli olur. Bu zaman insanın əsl siması üzə çıxır. Atasının ad günündə danışmışdılar ki, Gülnar uşaqla günortadan gedəcək ki, anasına hazırlıq işlərinə kömək etsin. Əri isə işdən çıxıb birbaşa ora gəlsin. Lakin 6-da gələsi əri saat 10-da gəlib çıxdı. İzirxahlıq edib işdə proyekt təhvil verdikləri üçün gecikdiyini dedi. Evdəkilər inansalar da Gülnar bu bəhanəyə inanmadı. Çünki heç bir proyekt söhbəti olmamışdı. Onun yenə də dostları ilə görüşdüyünü düşünürdü. Düzü onun bu görüşləri haqqında Gülnarın özünə məxsus izahı vardı. Əri təmtəraqsız böyüyən, aza qane olan, sadə bir ailənin övladı idi. Bunu özü ona danışmışdı. Lakin işləməyə başlayandan sonra vəzifəsi artdıqca imkanı da artmışdı. Yaşadıkları ev üçün kirayə pulu vermirdilər. Ailəsinə xərci isə, necə deyərlər, ancaq ərzaq pulundan ibarət idi. Həmişə dəbli geyinən Gülnar hamiləlikdən sonra özünə demək olar ki, paltara pul verməmişdi. Beləliklə də əri qazandığı pulları özü kimi dost tanışı ilə sağa sola xərcləyirdi.
Gülnar düşünürdü ki, əri öz egosu naminə bədxərclik edir. Həyatda özünün imkanlı, bacarıqlı, uğurlu olduğunu onu tanıyanlara sübut etməyə çalışır. Ona görə də susurdu. Aralarında xoşagəlməz söz-söhbət yaranmasını istəmirdi. Bir gün əri evə yenə çox gec gəlmişdi. Yemək yeməyəcəyini deyib paltarını dəyişib hamam otağına getdi. Telefonu Trimonun üstündə idi. Yatmaq üçün çarpayının üstünü açan Gülnar telefona gələn mesaj səsini eşidib dönüb baxdı. Yazılı mesaj idi. Eşkim, sən gedən kimi darıxmağa başladım. Göndərənin adı Rüstəm yazılmışdı. Gülnar telefonu götürüb mesajı tam oxumaq istəsə də, bunu özünə yaraşdırmayıb fikrindən döndü. Uzanaraq özünü yuxuluğa vurdu. Səhəri gün yeganə sirdaşı olan xalası qızını çağırıb məsələni ona danışdı. Uzun məşvərətdən sonra xala qızından detektiv tapmağı xahiş etdi. Taparam, amma nəzərə al ki, bunun pis nəticəsi də ola bilər. Olsun, mən həqiqəti bilməliyəm. Düz il yarımdır o evdən qaçaq düşüb. Əvvəl-axır mən bilməliyəm axı, o dost tanışı ilə yeyib içməkdədir, yoxsa yeni eşqdədir. 10 gündən sonra detektivin hesabatı çoxsaylı fotoşəkillərlə gəldi. Hər fotonun arxasında çəkildiyi yer, tarixi və hətta saatı da göstərilirdi. Fotoşəkillər müxtəlif məşhur restoranlarda, şəhər ətrafı istirahət yerlərində çəkilmişdi. Axşamlar isə bir binaya qadınla girişi və 2-3 saatdan sonra oradan tək çıxışı təsvir olunurdu. Fotoların hamısında onunla olan dəbli geyimli, gözəl bir qız idi. Bu fotolar son 10 günün olsa da, detektivin yaza bildiyi bir danışıqda onların söhbəti keçən il birgə olduqları istirahətdən gedirdi. Deməli, əlaqələri təzə deyilmiş. Xalası qızı demişkən, nəticə doğrudan da pis olmuşdu. Uşağı aparıb anası gilə qoyub, onlara heç nə demədən evə qayıtdı. Oturub fikirləşməyə başladı. Hamiləliyi ağır keçmişdi, uşağı itirmək təhlükəsi var idi. O zaman yaxın, intim münasibətləri minimuma enmişdi. Lakin uşaq olandan sonra heç bir məhdudiyyət olmasa da, yaxınlıq yenə də minimum idi. Səbəb isə onun dost tanışı ilə vaxt keçirib gələndən sonra yorğun olması, başını balışa qoyan kimi yuxulaması idi. İndi məlum olur ki, o öz vaxtını dostları ilə deyil, qadınla keçirirmiş. Ailəsi isə onun üçün komfortlu yaşayış yeri imiş. Hər cürə rahatçılıqla təmin olunmuş evdə heç bir xərc çəkmədən yaşayıb, evdə oturan xanımı isə bütün ev işlərini görüb, bazarlığını edib, yeməyini bişirib, paltarını yuyub ütüləyib, uşağına baxıb. O da rahatca gəzib, kefini çəkib. Görünür o belə həyat üçün elə ilk gündən onun işdən çıxmasını arzulayırmış. Arvadı həm onun qulluğunda durardı, həm də öz cəmiyyətindən ayrı düşərək onun keçirdiyi həyat tərzindən xəbəri olmazdı. Nəhayət qərara gəldi ki, onu məqsədyönlü şəkildə xəyanət edən ərini qətiyyən bağışlaya bilməz. Bu evliliyə son qoymaq vaxtı çatıb. Hətta onunla bu haqda danışmağı da artıq hesab etdi. Ona görə də ərinə məxsus hər şeyi 2 böyük çamadana və bir qutuya yığıb dəhlizdə divar boyu düzdü. Fotolardan da onun xəyanətini açıq-aydın göstərən şəkillərdən bir neçəsini şəffaf bir fayla qoyub çamadanlardan birinin üstünə skoçla yapışdırdı. Əri saat 11-dən biraz keçmiş, həmişə olduğu kimi qapını astaca açaraq dəhlizə daxil olduqda, sırayla düzülmüş çamadanları və yapışdırılmış faylı gördü. Gülnar isə yataq otağının qapısının sütununa söykənib ona baxırdı. Heç nə soruşmadan faylı qoparıb şəkilləri çıxartdı və bir-bir baxdı. Aydındır, deməli mənim getməyimi istəyirsən. Düz deyirlərmiş, Arifə bir işarə də kifayətdir. O bayır qapısına söykənib bir qədər fikirləşdi. Sonra qapını açaraq çamadanlarını bir-bir bayır meydançaya qoydu. Ona tamaşa edən Gülnara baxmadan çıxmaq istəyirdi ki, qadın dedi. Deyəsən açarı qaytarmağı unuttun. Əri nəsə demək istədi. Lakin qollarını sinəsində çarpazlayıb, laqeyd, soyuq nəzərlərlə ona baxan Gülnarın baxışlarından anladı ki, geriyə yol yoxdur. Açarı dəhliz dolabının siyirtməsinə qoyub çıxdı və qapını sakitcə örtdü. Nikahlarının ləğv edilməsi prosesi 3 aya qədər davam etdi. Ortaq heç nəyə malik deyildilər. Həmçinin nənənin evinə qeydiyyata da düşməmişdilər. Uşağa aliment kəsildi və hər biri öz boşanma sənədini alıb məhkəmə binasını tərk etdi. Gülnar qızını uşaq bağçasına verib öz işinə çıxdı. Nənəsi öz evinə qayıtmadı, amma söz verdi ki, qız xəstələnib bağçaya gedə bilməsə, gəlib öz evində qalıb uşağa baxacaq ki, Gülnar işindən qalmasın. Keçmiş ərinin taleyi Gülnarı qətiyyən maraqlandırmırdı. Görünür o da keçmiş ailəsi ilə maraqlanmırdı. Çünki o alimenti müntəzəm ödəsə də
heç uşağını görməyə cəhd etməmişdi. Bir gün xalası qızı Gülnarın yanına gələrək onun keçmiş əri haqqında kompromat toplayan detektivin ona zəng vuraraq maraqlı məlumat verdiyini dedi. Detektiv söylədi ki, onları izləyən zaman hər axşam cütlüyün getdikləri binadakı mənzilin kimə aid olduğunu öyrənmək üçün həyətdə oturub söhbətləşən nənələrdən biri ilə tanış olubmuş. Mənzil kirayədəymiş və cütlük orada görüşürmüş, hansı ki detektiv bu barədə bizə məlumat vermişdi. Bu günlərdə detektiv təsadüfən həmən nənə ilə rastlaşıb və o detektivə vaxtı ilə onun maraqlandığı cütlük haqqında çox böyük səskiyə səbəb olan maraqlı bir hadisə danışıb. Heç demə, sənin keçmiş ərin o mənzili sevgilisi üçün özü kirayə edib, pulunu ödəyirmiş. Ona görə çamadanlarını götürüb birbaşa ora aparıb. Öz açarı ilə qapını açıb evə girəndə sevgilisini başqa bir kişi ilə yataqda tutub. Dava düşüb, səskiyə qonşular yığışıb. Kişi şalvarı əlində qapıdan çıxa bilib, qızı isə çılpaq halda özü itələyib qapıdan çıxarıb. Qonşulardan kimsə qıza bürünmək üçün adyal verib, hətta videoyu çəkən də olub. Bir sözlə, o eyni gündə həm ailəsindən, həm də böyük biabırçılıqla sevgilisindən ayrılıb. Düz deyiblər, həyatda bumerang effekti var imiş. Bəli, əziz izləyicilər, bir hekayənin daha sonuna çatdıq. Unutmayın ki, hekayələr aləmində hər bir hekayə bizə həyatın fərqli bir dərsini öyrədir. Gülnarın yaşadığı bu hadisə haqqında siz nə düşünürsünüz? Sizcə xəyanətin bağışlanması mümkündürmü? Fikirləriniz bizim üçün çox maraqlıdır. Mütləq rəylərdə qeyd edin. Əgər hekayəmizi bəyəndinizsə, videonu like etməyi və yeni hekayələrimizi qaçırmamaq üçün kanalımıza abunə olmağı unutmayın. Növbəti maraqlı hekayədə görüşənədək. Hələlik.